Umbaku deyilən yer var Ələtdən o tərəfə. 2 kilometr yolu mən piyada gəlmişəm, bir maşın düşməyib məni götürməyə. Var şəkili ver, atacağım sizə. O boyda yolu mən piyada gəlmişəm, dalımca zəng eləyib, ana gedə bildin demişəm, bala piyada gedirəm. 2 kilometr gedirəm, gəlim meçidə çatanda bir dənə böyük işıqda işləyən bir zil maşın gəlib, cavan uşaq əlimdən tutub məni qaldırıb o zil maşına məni gətirib burada düşürdü ki, xala yollara pul xərcləmə. Xansənəm Həsənova övladının təqsiri üzrə həbsdə olmadığı qənaətindədir. Onun övladı Naiq Hacıyev Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.4-cü, yəni narkotik maddələrin satışı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə maddeləri ilə təqsirli bilinir və barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində 8 il 6 ay hökm oxunub. Xansənəm Həsənova deyir ki, Naiq Hacıyev fiziki işgəncələrə məruz qalıb, ittihamı da beləcə boynuna götürüb. O, övladının narkotik istifadəçisi olduğunu istisna etmir və övladının yalnız buna görə cəza alması ilə razılaşır. 22-ci il 19 fevral oğlumun ölümünə, bu yanan ölən oğlumun ölümünə bir gün qalmışdı, 2 gün qalmışdı. Gəldilər, mən də təndirə çörək pişirirdim. Təndir yiyəsi də kamera qoymuşdu evə ki, yəni oğru ruhsat olmasın da, bunun puluna zadına əl vurmur. Bax, gəldilər, qırajdanla girdilər qapıdan, narkobiznesin işçiləri. Naiqin qolunu qandaladılar, apardılar da gördünüz əvvəlcə. Bax, bax, məni vurur. Bax, 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 bax. Qolumu vurur, məni vurur. 3 dəfə məni şapalanla vurur. Getdi çölə, indi bir də qayıdıb gəlib vuracaq. Bax, bax. Bax, bir də gəlib vuracaq. Bax, sakit, bax, vurur, bax, 2 dəfə şapala gördün. 3-cü dəfə idi məni vururdu. Oğlumu salırlar içəri, döyürlər, oğlumun çığırtısı qalxır Allahın yanına. Bu gödək versiyasıdır. Məndə 26 dəqiqəliyi var bunun, kaseti. Bunu vermişəm, Daxili İşlər Nazirliyinə vermişəm, Fuad Ələsgərova vermişəm, Elşad Hacıyevin özünə vermişəm, bütün qurumlara vermişəm də, amma heç bir nəticəsi olmayıb, heç bir hüquqi qiymət verilməyib. Bundan da bir il keçəndən sonra, onsuz da mənim o uşağım qorxurdu. Hər dəqiqə qorxurdu, qorxu içində yaşayırdı. Ona təcavüz eləmişdilər, döymüşdülər. O vaxt onun pis bizə vəziyyətdən məni onu döymüşdülər, nə günə qoymuşdular elə. Bu bilə-bilə ki, bunun axtarışdadır, bilə-bilə ki, bunu güdürlər. Bu 40 kilonu hardan gətirib evinə yığa bilərdi, qurban olumsa. Nə cibində düzəməli pulu yox idi, nə cibində, nətər qapısında BMW maşını yox idi. Bunu samalyotla, vertolyotla gətirib evə yığmayıblar. Sərhədlər də quru sərhədlər bağlı ola. Bunu nətər keçirdiblər? Bir dənə siqaret paşka blokunu keçirdəndə adamı yoxlayırlar ki, ikincisi olmaz. Mənə dedi ki, sən də burada təndir çörəyinin altında narkotik salsan, sən də tutacağım. Yalandan başını bağlamısan, namaz adına özünü namaz qılan kimi təqdim edirsən, sənin də bu işdə əlin var. Nəysə girdilər, bu evi də şimal elədilər, baxdılar, heç nə tapa bilmədilər. Bizi sərbəst buraxdılar. İyul ayının 25-i, 22-si, 23-ü biz getdik rayona. Naiq burada evdə tək qaldı. İyulun 25-i günüsü, mən danışan günüsü səhər-səhər. Deməli 6-ya 8 dəqiqə işləmiş. Bunlar yenə gəlib qapıdan giriblər. Onlar dəstəsi ilə tökülüblər, qara BMW maşınla tökülüblər. Aparırlar DSK zadın həyətinə, narkobiznesin həyətinə. Orada döyüblər, qabağına qəşəng hər şey qoyublar ki, bunların hansını götürürsən, götür, bir şey götürməlisən. Çox adlayıb ki, götürməsin, döyüblər, dişin qırıblar, ərzəsinə qol çəkdiriblər ki, ananı gətirərik, arvadının uşağını gətirərik bura. Elə orada o döyülən vaxtı deyib ki, ay qardaş, məndən nə istəyirsiniz? Siz bir dəfə də məni tutduğunuz heç nə tapmadınız məndə. Siz bilirsiniz ki, mən bunu satanı deyiləm. Sadəcə yüngülvarı istifadəçisiyəm. Özlərindən yığıb evə qadın qabağına, pəncərənin ağzına neçə meşoxlar. Ki, Naiqin evindən. Əvvəlcə yazmışlar, YouTube'da paylaşmışlar ki, güya 70 kilo narkotikdir. Güya bir nəfər də bir peridirk eləmişdilər ki, bu bir nəfər də bunların içindədir. Güya ondan 51 olublar. Amma məhkəmə vaxtı o adamı heç tapmadılar, gətirmədilər, oğlumun üzünə döndərmədilər ki, həqiqətən bundan 51 olub, yoxsa yox. Gətirib evə yığandan sonra, evdə çəkəndən sonra, evdə kameramız vardı, kameranı evin üstündən götürüblər. Məhkəmədə dedim ki, sübut eləyin də mən. Göstərin mənim kameramı ki, mənim oğlum yığıb onu içəri, həqiqətən. 15 il iş verin, razıyam. Mən də onu evlatlıqdan silərəm. Elə evlatmağa lazım deyil. Amma sübut eləmədilər, vermədilər, kameranı itiriblər, yoxdur. Düz 20 ay məhkəmə gedəndən sonra, 20 aydan sonra 21-ci ayı martın 7-sində Naiqə
Prokuror 10 il dedi. Məhkəmədə 8 il yarım verdi. Mənim uşağım çəkirdi, boynuma dalıram. Özü də boynunu alıbdı. Deyir ki, hə, yüngülvari istifadəçisi olmuşam. Amma satan olmamışam. Hər yerə, aidiyyəti üzrə qurumlara demişəm, heç biri baxmadı. Hətta İlham Əliyevə məktub yazıb göndərmişəm qızım. O məktubu İlham Əliyevə verməyiblər. Götürüb onu ali məhkəməyə yönəldiblər. Ali kağız məndədir. Ali məhkəmə göndərib ağır cinayətlərdən mənə səs gəlib ki, qurumlar üzrə baxılacaq, sizə cavab veriləcək. Mən uşağımın əl-üzünü yumuram. Deyirəm, özü də boynunu alıb. Mən də deyirəm ki, yanı çəkəni idi, istifadəçisi idi, amma satanı deyildi. Çəkən kimi versinlər. Mən istəyirəm, versinlər. Amma 2-3 il versinlər, 8 il niyə verirlər? Mənim uşağım onu satanı deyildi axı. Mənə bunlar heç bir, mən də dövlətimizin başçısı Prezident İlham Əliyevdən, Mehriban xanımdan bir ana kimi 70 yaşlı, sinəsi yaralı, çalınçarpaz dağlı, balası yanıb ölən gözünün qabağında külə dönən bir ana kimi xahiş eləyirəm prezidentimizdən, İlham Əliyevdən, Mehriban Əliyevadan. Dövləti qurumlara xəbər versin. Mənim oğlumun işinə lazımsa təzdən baxılsın. Geriyə qaytarılsın. Mənim oğlumun işinə düzgün baxılmayıb, düzgün iş verilməyibdir. Mən bundan razı deyiləm.